Salam hər kəsə, hər vaxtınız xeyir. Bu videoda sizlərə Web3 AI proyektini göstərmək istəyirəm. Videomuza keçməzdən əvvəl bildirim ki, bu videoda görəcəkləriniz yatırım tövsiyəsi deyil. Sadəcə sizlərə bu platformanın nə olduğunu və bu platformadan necə gəlir əldə edə bilərik, bunlar haqqında danışmaq istəyirəm. Platformaya ilk girdikdə bizi bu bölüm qarşılayır. Gördüyünüz kimi bir ön satış panosu var. Hal-hazırda 8-ci turdadır və 8-ci turda da artıq bu qədər coinlər, belə deyim, satılıb və 667 milyonluq coin qalıb, yəni 73% satılıb. Toplam sərf etməyimsə 50 tur olacaq. Bəli, düz eşitdiniz, 50 tur. Bu hələmələm bu qədər tur olmur. Normalda belə deyim 10 və ya 20 tur falan olur, ancaq burada həqiqətən də 50 tur qoyulub. Gəlin indi proyektlə bağlı məlumatlara göz ataq. İstəsəz white paperdan da biz bu məlumatlara baxa bilərik. Qısaca demək, belə deyim sizlərə, qısaca nədir bu proyekt? Web3 AI kriptovalyuta dünyasında süni intellekt istifadə edərək ağıllı ticarət, fırılda qaşqarlama, staking məsləhətləri və portfel idarə etməsi kimi xidmətlər təqdim etməyi hədəfləyən yeni nəsil bir Web3 layihəsidir. Layihənin əsas məqsədləri kripto istifadəçilərinin qərar verməsini asanlaşdırmaq üçün AI texnologiyası ilə gücləndirilmiş alətlər təqdim etmək. İstifadəçilər bu alətlərlə riskləri azaldar, qazancı optimallaşdıra və daha ağıllı investisiyalar edə biləcəklər. Əsas xüsusiyyətləri də belə deyim, bu proyektin içərisində bizlərə uzun-uzadı göstərir. Mən isə sizlərə qısaca deyəcəm. Əsas xüsusiyyətləri AI ticarətli botlardır, real vaxtlar, bazar təhlili və ağıllı ticarət siqnalları, fırıldaq, skam aşkarlanma, təhlükəli layihələr və cüzdanları təyin edir, staking məsləhətçiləri hansı layihəyə investisiya etməyin daha sərfəli olduğunu təklif edir, NFT və DeFi idarə etməsi, NFT portfelini və DeFi innovasiyalarını tənzimləyir və WAI token, yəni bu proyektin tokenləri platformanın daxili valyutası həm xidmətlərə çıxış, həm də idarə etmə hüququ verir. Bayaqlarda sizlərə dediyim kimi, baxın, burada 50 tur olacağını göstərir. Hal-hazırda 8-ci turdadır. 10-cu turda qiyməti bu qədər olacaq. 50-ci turda isə qiyməti bu qədər olacaq. Listələmə qiymətində 0.0052 sent olaraq qoyulub. Hal-hazırdakı qiyməti də dostlar 4.042. Mən əslində bu proyekt digər ön satış platformalarından daha real gəldi. Niyə görə daha real gəldi? Çünki normalda 10 tur falan olur. Təsəvvür eləyin, birinci turda 1 sentə satılan token 10-cu turda tutaq ki 5 sentə satılır və listələmə qiymətini də 30 sent, 35 sent kimi dəyərləndirirlər. Bu heç də real görünmür. Yəni burada isə belə deyim, şirtmə qiymət qoyulmayıb. Sadəcə ilk turdan sonuncu tura kimi belə deyim, aradakı qiymətə baxsaq, sərf etməyimsə 17 ya da 20x göstərir. Bu da normaldır. Platformanın aşağı hissələrinə düşdükdə yenidən proyektlə bağlı məlumatlar qarşılayıb. Burada isə yol xəritəsini görürük. Yol xəritəsində gəlin sizlərə əsas hissələrini deyim. Gələcəkdə bizi nələr gözləyir? WAI tokeninin real istifadəsi və bazara çıxışı, beta versiyasının yayımlanması, DAO sisteminə keçid hazırlığı, mobil tətbiqlərinin hazırlanması kimi yeniliklər bizləri gələcəkdə bu proyektdə gözləyir. Burada gördüyünüz kimi uzun-uzadı yazılıb. Mən sizlərə ən əsas şeyləri deməyə çalışdım. Burada da tez-tez verilən suallar var. Bir də burada airdrop var. Bu airdropa qatılmaq pulsuzdur. Bunu hamınıza tövsiyə eləyirəm. Çünki pulsuz olduğuna görə uşaqlar, itirəcəyiniz heç bir şey yoxdur. Maksimum 5-10 dəqiqə vaxtınız gedəcək. Ancaq belə deyim, gələcəkdə bu proyekt uğurlu olsa, həqiqətən də yaxşı gəlir əldə eləyə bilərik. Az da qazansaz sizindir, çox da qazansaz sizindir və itirəcəyimiz heç bir şey yoxdur. Burada əsas belə deyim şərtlər yazılıb və bir də burada görevlər var. 8 dənə görev var. Bunlar da çox rahat görevlərdir. Məsələn, Facebookda şəkilə, nə bilim, bəyənə, Telegramdan takib elə, Twitterdən takib elə, postu repost elə falan, yəni bunlar bildiyimiz rahat şeylərdir. Toplam hal-hazırda 64 nəfər qatılıb və 63 gündən sonra bu airdrop
sona çatacaq. İstəsəz sosial medialardan da bu proyektlərlə bağlı məlumatlar əldə edə bilərsiniz. Gördüyünüz kimi proyektin yapay zekası, yol xəritəsi falan hər bir şey məhz burada mövcuddur. Gəlin indi necə bu coin'i ala bilərik, buna baxaq. WAI alın bölməsinə klik edirik. Daha sonra sağ üst qismdan biz bura öz kaşlokumuzu bağlamalıyıq. Mən normalda MetaMask kaşloku istifadə edirəm. Sizlər də hansı kaşloku istifadə edirsinizsə o kaşloku bura bağlaya bilərsiniz. Kaşlokumu bura bağladım. Artıq balansım bura yansıdı. Buradan hansı coinlə yatırım eləmək istəyirsinizsə onu seçirsiniz. Tutaq ki USDT deyək. 100 dollarlıq almaq istəyirsə, məsələn bura 100 yazdıq və qarşılığında bizə 236.000 dollarlıq 236.000 token veriləcək. Nə qədər almaq istəyirsinizsə o miqdarı bura yazırsınız. Minimum alım 25 dollardır. Bu da yaxşıdır. Bəzi saytlarda 80-100 dollar kimi böyük məbləğlər olur. Yəni bunlar belə deyim, nə qədər böyük yatırım, o qədər böyük risk daşıyır. Ancaq bu proyekt belə deyim, açgöz deyil və 25 dollarlıq yatırımları da qəbul eləyir. Bayaqlarda dediyim kimi tokenlərin artıq 73% satılıb. Bu turda toplam 2.4 milyard token satılacaq və 665 milyonu qalıb, 1.700.000 isə satılıb. Hazırki qiymət budur. Növbəti turda da qiymət budur. Çox az qiymət artımı var. Yəni hansı turda istəsəz belə deyim ala bilərsiniz. Təbii ki, nə qədər tez alınsa o qədər yaxşıdır. Burada purchase bölməsindən də həmçinin biz bu coin'i ala bilərik. Referral bölməsindən öz dostlarımızı bura dəvət edərək pul qazana bilərik. Bu necə işləyir? Burada bizə belə bir link verilir dostlar. Hamımızda fərqli link olacaq. Bu linki öz dostlarımızla və ya başqaları ilə paylaşırıq və həmin paylaşdığımız insan tutaq ki, girdi bu platformadan 100 dollarlıq coin aldı. Bizə də 10 dollarlıq bonus veriləcək. Bonuslar da token ilə veriləcək. Bu hansı coin ilə yatırılıbsa onunla versəydi daha yaxşı olardı. Ancaq bu platformada elə deyil, məhz tokenlə verilir. Profil bölməsindən də öz profilimizi belə deyim düzənləyə bilərik, adreslərimizi falan bura ekləyə bilərik. Başqa bu platforma ilə bağlı dostlar deyiləcək elə də bir şey yoxdur. Əslində platformanın içərisində məlumatlar həqiqətən də çoxdur, ancaq bir ön satış platforması olduğuna görə hələ ki bu platforma içərisindəki bir çox bölmələr işte bayaqlar dediyim NFT, staking, DAO kimi bəzi bölmələr aktiv deyil. Bunlar da artıq coin bazara çıxdıqdan sonra yavaş-yavaş aktiv olmağa başlayacaq. Videonun altına lazımlı bütün linkləri sizin üçün yerləşdirəcəm. Başqa hansısa bir sualınız olsa videonun altında yazıb soruşa bilərsiniz. Bu videodan bu qədər.